Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Yəni 9-10-cu siniflər üçün OTK-nın keçirdiyi coğrafiya sınavından, yəni mən sizə coğrafiya suallarını nizamı verəcəm. Qeyd edək ki, bu blok sınaqlarına aiddir, xüsusən də 9-10-cu siniflərə aid sualları nəzərdən keçirəcəyik. 31-ci sualdan başlayaq. Vizual təhlil metodu nədir? Deməli, qeyd olunmuşdur ki, xəritələrdə ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri və bitki heyvanat aləminin müxtəlifliyi haqqında məlumatların əldə edilməsidir. Bu tamamilə doğrudur. Deməli, doğru cavabımız A variantıdır. Digər variantlara da baxırıq. Xəritədə coğrafi koordinatların təyin olunması, hündürlük, uzunluq və sahələrin hesablanması, azimut və istiqamətlərin təyin edilməsidir. Bu kartometrik təhlildir. Xəritələrə əsasən qurulmuş qrafik və təsvirlər vasitəsilə aparılan tədqiqatdır. Bu qrafik təhlildir. Yer səthi müəyyən bir hissəsinin şaqili kəsiyin təsviridir. Bu profildir. Miqyas və dərəcə tornasıyla məsafələrin ölçülməsidir. Bura kartometrik təhliliyə aiddir. Deməli, doğru cavabımız A variantı. 32-ci suala baxırıq. Hindistanın bir bölünsün 7 milyonluq miqyaslı torpaq xəritəsinin müvafiq olaraq miqyasına, məzmununa və ərazi əhatə etməsinə görə qruplaşdırılır. Bilirik ki, miqyas 1 milyondan kiçik olanda bu kiçik miqyaslıdır və torpaq xəritəsi məzmun cəhətdən tematik xəritələrə aiddir və bir ölkəyə aid olduğu üçün bu dövlətin ərazisinin xəritəsinə aid edəcək. Yəni, müvafiq olaraq kiçik miqyaslı, tematik və dövlət xəritəsi olacaq. 33-cü suala baxırıq. Avropanın xəritə sxeminə əsasən rəqəmlərə uyğun gələn dağları müəyyən edin. Birinci görürsünüz ki, burada İspaniya, Fransa arasında Piriney dağlarıdır. Birdə Piriney, ikidə Skandinaviya, üstdə Alp dağları, dörddə isə Balkan dağları göstərilmişdir. Deməli, doğru cavabımız elə A variantıdır. 34. Aşağıdakı xüsusiyyətlər hansı regiona aiddir? Ada və yarımadalardan ibarətdir. Padan ovalığı burada yerləşir. Söhbət Cənubi Avropadan gedir. Cənubi Avropanın ən böyük ovalığıdır. Etna və Vezuvi vulkanları bildiyimiz kimi İtaliyada yerləşən vulkanlardır və Aralıq dənizinin şimalında yerləşirsə, söhbət burada Cənubi Avropa regionundan gedir. 35-ci suala baxırıq. Materik tipli tavaların konvergen sərhədi necə adlanır? Subduksiya bilirik ki, materik və okean tipli tavalardır və orada okean tipli tava materik tipli tavanın altına gömülməsi prosesidir. Sınma zonası tavaların ayrılma sərhədidir. Kolleziya zonaları təbii ki, materik tipli tavaların toqquşduğu ərazidə kolleziya zonaları adlanır. Cavab C variantıdır. 36-cı suala baxaq. Neogen yaşlı suxulların yayıldığı ərazidə. Neogen yaşlı suxullar əsasən alçaq dağlıq ərazilərində, yəni yayılmışdır və Kaynoza erasına aiddir. Qobustan, Abşeron, Ceyrançöl və Naxçıvan ərazisində, həmçinin Qusar maili düzənliyində də neogen yaşlı suxulara rast gəlinir. Müvafiq olub burada 6-ya fikir versə, 6 Kür-Araz ovalıqdır. Burada 4-cü dövr olacaq. Deməli, 6 olan cavabları silirik. 3-də Talış dağlarında əsasən paleogen dövrün suxuları yayılmışdır. Bunu da silə bilərik. Diqqət etsək 1, 4 və 5, bir də Ceyrançöl, 4-də təxmini şimal-şərq yamacında Qusar maili düzənliyi ətrafı ərazilərdə, 5-də isə Qobustanda bildiyimiz kimi bu ərazilərdə deməli neogen yaşlı suxulara rast gəlinir. Cavab B variantıdır. 37-də fiziki aşınma üçün səciyyəvi olan rütubətli əmsalının qiymətini müəyyən edin. Bilirik ki, fiziki aşınma ümumiyyətlə rütubətli əmsalı deyəndə yağıntının miqdarı mümkün buxarlamaya olan nisbəti ilə müəyyən edilir. Əgər yağıntı azdırsa, mümkün buxarlanma, yəni istilik çoxdursa, o zaman həmin ərazilərdə fiziki aşınma gedəcəkdir. Bu da səhralı ərazilər üçün xarakterikdir. Burada fikir verək, yağıntının ən az olduğu, buxarlanma qabiliyyətinin ən çox olduğu variant D bəndidir. Deməli, sualın doğru cavabı elə D variantıdır. 38-də eyni okean daxilində yerləşən cərəyanları müəyyən edin. Yəni, eyni okeana aid olan cərəyanlar lazımdır. A-da Kaliforniya Sakit Okean, Antil Atlantik Okean, deməli A ola bilməz. B-də Peru, Kaliforniya və Korasiya, bunlar hər üçü Sakit Okeanda yerləşən cərəyanlardır. B variantı doğrudur. C-də Somali Hind Okeanı, Alyaska isə Sakit Okeana aiddir. Olmaz. D-də Bengel Atlantik Okean,
Şərqi Avstraliya Sakit Okeana aiddir, olmaz. Y'də Qviana cərəyanı Atlantik Okean, Qərbi Avstraliya isə Hind Okeanına aiddir. Gördüyünüz kimi Alyaskada Sakit Okeanı tam fərqli okeanlara aiddir. Deməli cavabımız oldu B variantı. 39-da verilən fikirlərdən hansı doğru deyil? Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suların temperaturunun isti olarsa isti cərəyan adlanır. Bu doğrudur. Korelios qüvvəsinin təsiri ilə cərəyanlar istiqaməti şimal yarımkürəsindən sağa, cənubi yarımkürəsindən sola meyl edir. Doğrudur. Tsunami daimi küləklərin təsiri ilə əmələ gələn burulğan formalı su dalğalarıdır. Bu yanlışdır. Çünki tsunami zəlzələ vulkanların təsiri nəticəsində əmələ gələn təhlükəli dalğalara deyilir. Bu yanlışdır. Okean cərəyanlarının sahillərin iqliminə, suyun dövranına təsir edir. Doğrudur. Cərəyanların gətirdiyi suyun temperaturu ətraf suların temperaturundan soyuq olarsa soyuq cərəyan adlanır. Yanlış cavabımız C variantı. 40-cı suala bax. Xəritə sxemdə göstərilən çaylar üçün ümumi olan cəhətləri müəyyən edin. Burada deməli gördüyünüz kimi burada Hind çayı, sonra deməli Xuanxe çayı və Qanq çayları göstərilmişdir. Hər üç çay musson rejimli çaylardır. Burada qeyd edilib daxili axarsu hövzəyə. Xeyr, bunlar okeanlara tökülürlər. Olmaz. Bildiyimiz Qanq və Hind çayları Hind okeanına, burada Xuanxe çayı isə Sakit okeana aiddir. Yəni Sarı dənizə tökülür. B-də Sakit okean hövzəsinə aiddir. Təkcə 2 rəqəmi ilə göstərilən Xuanxe çayı aiddir Sakit okeana, digərləri Hind okeanıdır. Yay fəslində bol sulu olurlar. Təbii ki, musson rejimli çaylar yay fəslində bol sulu olur. Bu doğru cavabdır. D-də qidalanma mənbələri yeraltı sulardır. Xeyr, yanlışdır. Dünyanın ən uzun çaylarıdır. Bu da yanlış fikirdir. 41-ci suala baxırıq. Hansı dənizdə mərcan adaları formalaşa bilməz və bunun səbəbi? Mərcan adaları bilirsiniz, tropik enliklərdə əsasən suyun temperaturu 20 dərəcədən çox olan ərazilərdə formalaşır. Ona görə də soyuq ərazilərdə, soyuq dənizlərdə mərcanlar yarana bilmir. Mərcan adaları da formalaşmır. A variantı Ərəbistan dənizi isti temperatur burada formalaşır. Ümumiyyətlə bu səbəb deyil. B-də Mərcan dənizi duzluluq, bu da yanlışdır. C-də Baltik dənizi soyuq temperatur tamamilə doğrudur. Çünki Baltik dənizi soyuq ərazilərə düşdüyü üçün burada mərcan polipləri formalaşmır. Timor dənizi çirklənmə, bunlar isə yanlışdır. 42-ci suala baxırıq. Rəqəmlərə əsasən okean cərəyanları müəyyən edin. Müvafiq olaraq birinci cərəyanı Cənubi Amerika materikinin sahillərində olan cərəyanlardır. Birinci cərəyan Peru cərəyanıdır. 2 Falkland, 3 Braziliya, 4 isə Qviana cərəyanıdır. Doğru cavabımız A variantıdır. 43-cü suala baxırıq. Mənşələrinə görə adaların məntiqi ardıcıllığını davam etdirən bəndi müəyyən edin. Baxırıq, Havay adaları vulkanikdir, İrlandiya materikdir, Şeyşel Hind okeanında olan mərcandır. Kuril vulkandır, Tasmaniya materikdir. Deməli, növbəti mərcan mənşəli ada tapılmalıdır. Böyük Britaniya materikdir, Madagaskar materikdir, Azor vulkanikdir, Galapagos vulkanikdir. Lakin Baham adaları mərcan mənşəlidir. Deməli, məntiqi ardıcıllıq B variantı Baham adaları olacaqdır. 44-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Daha doğrusu uyğunluq pozulmuşdur. Təbii zona və torpaq tipi. Musson meşələrində sarı torpaq. Bu doğrudur. Bəli, bu amma bizə pozulan cavablar lazımdır. Deməli bu doğrudur. Çöllərdə qara torpaq, bu da doğrudur. Səhra və yarımçalarda boz torpaq doğrudur. Tayqada iynəyarpaqlı meşələrdə pozor torpaqlar olur, doğrudur. Qarışıq meşələrdə qırmızı torpaqlar olmur. Deməli burada yanlış fikir 5-də göstərilən bəndədir. Çünki qarışıq meşələrin torpağı qırmızı olmur. Yəni doğru cavabımız 5 bəndi A variantında göstərilmişdir. 45. Biri göl çuxurlarının mənşəyinə görə fərqlidir. Baxaq bunlardan Nyasa gölü var, Tanganika gölü var, Baykal gölü var. Bunlar hamısı tektonikdir. Rudolf gölü var və Viktoriya gölü var. Göl çuxurlarının mənşəyinə görə bunlardan Nyasa, Tanganika, Baykal gölləri və Rudolf gölləri. Bunlar tektonik deməli əyilmədə
45-ci suala baxsaq, biri göl çıxınlarının mənşəyinə görə fərqlidir qeyd olunmuşdur. Burada A-da Nyasa, Tanganika, Baykal, Rudolf və Viktoriya gölləri. Nyasa, Tanganika, Baykal, Rudolf bunlar tektonik sınma zonasında yerləşir. Bunlardan Viktoriya gölü burada tektonik əyilmə zonasında yerləşir. Ona görə də fərqli olan burada Viktoriya gölüdür. 46-cı suala baxaq. Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mississippi çayı və Volqa çayı qidalanma mənbələri qarışıqdır. Hər ikisinin qidalanma mənbələri qarışıqdır. Çünki bunlar mülayim enişlərdən yağış sularından qidalanan çaylara aiddir. Daxili axarsız hövzəyə aiddir. Volqa çayı daxili axarsız hövzəyə aiddir. Xəzər dənizinə tökülür. Yerləşdiyi qitənin ən uzun çayıdır. Deməli, bu da Volqaya aid olan bir xüsusiyyətdir. Çünki Volqa Avropanın ən böyük çayıdır. Yerləşdiyi materikin ən uzun çayıdır. Bəli, bu Mississippi aiddir. Çünki Mississippi çayı Şimali Amerika materikinin ən uzun çayıdır. Atlantik Okean hövzəsinə aid olan isə Mississippidir. Çünki o bildiyimiz kimi Meksika körfəzinə tökülür. Cavabımız olacaq D, Y, B, C və A şəklində olacaq. Doğru cavab B variantıdır. 47-ci suala baxaq. Xəzər dənizində yerləşən körfəzlərin rəqəmlərə müvafiq ardıcıllığını müəyyən edin. Baxsaq, 1 rəqəmi, yəni ki, burada 1. 1 rəqəmi ilə Qaraboğaz Qol körfəzi, 2 rəqəmi ilə Qızılağac, 3 rəqəmi ilə bu Qazaxıstan sahili Mangistau körfəzi, 4 rəqəmi ilə Türkmənbaşı körfəzləri göstərilmişdir. Sadəcə şəkil bir qədər solğun olduğu üçün bunları işarə eləməyə çalışdım. 48-ci suala baxaq. Kür çayı verilən çaylardan hansıları üçün mənsəb deyil? Araz çayı, Türyan çay. Bildiyimiz kimi bunlar Kür çayına tökülür. Samur çayı birbaşa Xəzər dənizinə, ceyran keçməz çay. Bunlar da Kürə tökülmür. Bir də Astara çayı da birbaşa Xəzər dənizinə axan çaylardır. Gəncə çayı isə Kürə tökülür. Cavab 2, 3 və 5 Y variantı. Demək, 49-cu suala bax. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Ceyrançöl, Aznahor və Qanıq Əyriçay üçün olan uyğunluğu müəyyən edək. Kür çökəkli vilayətində yerləşir. Həm Ceyrançöl, Aznahor, həm də Qanıq Əyriçay. Bu oxşar cəhətdir. Neogen yaşlı suxullar üstünlük təşkil edir. Bu Ceyrançölə aid olan fikirdir. Cavab bu 1-ə 2 gedir. Mülayim isti iqlim tipi hakimdir. Əsasən bu da Qanıq Əyriçaya aiddir. Qışı quraq keçən mülayim isti iqlim tipi var. Və perspektivli neft yataqları mövcuddur. Bu da aiddir Ceyrançöl, Aznahora. Deməli 2, 4, 3-ə 3, 2-yə isə 1 uyğun gəlir. Cavab Y variantıdır. 50-ci suala baxırıq. Yalnız əsas iqlim qurşaqlarında yerləşən təbii zonalar. Çöl və meşə çöllər həm mülayim, həm də subtropik olduğu üçün bu doğru deyil. Çünki subtropik keçid iqlim qurşağıdır. Arktik səhra ancaq qütb Arktik iqlim qurşağında olduğu üçün təbii ki, bu əsas iqlim qurşağında yerləşir. Musson meşələri də müxtəlif həm əsas, həm də keçid iqlim qurşaqlarında olur. Ekvatorial meşələr ekvatorial iqlim qurşağında, tayqa isə mülayim iqlim qurşağında, yəni əsas iqlim qurşağında yerləşir. Cavab 2, 4 və 5-dir. Meşə tundra və tundra isə subarktikdir. Bu isə əsas iqlim qurşağı deyil. Cavab 2, 4 və 5. 51-ci suala baxaq. Sahillərində mülayim isti iqlim formalaşan göl hansıdır? Sarısı yarımsəhra, Aznahor yarımsəhra və quru çöldür. Tufan göldə, əsasən dağlıq ərazilərdə tundra iqlimi yaranır. Qaragöldə də burada hündür ərazilər olduğu üçün burada tundra iqlimi formalaşır. Amma Göy gölün ətrafında isə bildiyimiz kimi Göy gölün ətrafında iqlim mülayim isti iqlim. Xüsusən qışı quraq keçən mülayim isti iqlim formalaşır. 52. Qanıq Əyriçay şollar düzü və Lənkəran ovalığı birləşdirən əlamət. Mülayim isti iqlimdə yerləşir. Bu şollar düzü üçün uyğun deyil. Düz radiasiyanın miqdarı yüksəkdir. Xeyr, bunlarda buludluluq çox olduğu üçün düz radiasiya yox, səpələn radiasiya olur. Ölkənin ən isti yerləridir. Xeyr, bu yanlışdır. Çünki ölkənin ən isti yeri Naxçıvan ərazisidir. D-də günəşli saatların miqdarı yüksəkdir. Burada buludluluq çox olduğu, günəşli saatlar azdır. Buludluluğun miqdarı yüksəkdir. Cavab Y variantı.
53. Xəritə sxemə göstərilən hansı məntəqələrdə fəsillər aydın seçilmir? Hansı məntəqələrdə fəsillər aydın seçilir? Daha çox belə deyək də mülayim enliklərdə və subtropik enliklərdə. Baxırıq 2 və 5 məntəqələri bunlar ola bilməz. Çünki bunlar mülayim enliklərdə yerləşir. Amma 3-də, 1-də və 4-də bunlar tropik və ekvatorial enliklərdə yerləşdikləri üçün bunlarda aydın seçilməyəcək. Cavab 1,4. Duzluluğu 15 promillə olan 1 litr suyun yarısını buxarlandırsaq, suyun duzluluğu nə qədərdir? Deməli, 1 litr suyun yarısı yarım litrdir. O zaman 0,5 litrə 15 promilli uyğun gəlirsə, 1 litrə x promilli tənasiblə biz, yəni 15-i 0,5-ə bölürük. Bu deyilir 30 promilli. Yəni suyun miqdarı yarısı buxarlanan zaman duzluluq 2 dəfə artmış oldu. 30 promilli. Xəzər dənizində Bakı arxipelagına daxil olan adaları müəyyən edin. Bilirik ki, Xəzər dənizində 2 arxipelag var, yəni Azərbaycan sahillərində. Abşeron arxipelagı, bir də Bakı arxipelagı. Deməli, burada əsasən Pirallahı, Çilov adası və Qu adası, bunlar aiddir Abşeron arxipelagına, amma Qum adası, Daş-Zirə adası, Zəmbil adası, bunlar isə aiddir Bakı arxipelagına. Yəni burada 3, 4, 6-nı biz götürəcəyik. Cavabımız olacaq 3, 4 və 6. 56-cı suala bax. Aralıq dəniz iqlim tipinin musson iqlim tipindən fərqləndirən əsas cəhətlər. Yağıntılar ilin soyuq dövrünə düşür. Bu doğrudur. Mussonda ilin isti dövründə düşür. Ancaq şimal yarımkürəsində yerləşir. Xeyr, Aralıq dənizi həm də cənub yarımkürəsində olur. Deməli, bu yanlışdır. Yalnız subtropik iqlim qurşağında yaranır. Aralıq dənizi bəli, subtropik iqlim qurşağında yaranır. Musson isə subtropikdən fərqli olaraq da yaranır. Subekvatorda da yarana bilir. 4-də Sakit Okean və Asiya qitəsində təzyiq fərqinə yaranır. Bu mussona aiddir. Yay mövsümü isti və quraq olur. Təbii ki, bu Aralıq dənizinə aiddir. Çünki musson iqlimində yay mövsümü isti və rütubətli olmalıdır. Cavab 1, 3 və 5. Uyğunluğu müəyyən edin. Zaqatala, Talış dağları və Qarabağ vulkanik yaylasına aid uyğunluqları seçmək istənilir. Qızıl yataqları var. Qızıl yataqları Qarabağ vulkanik yaylasında, Kəlbəcər və Laçın rayonu ərazisində. Landşaftın inversiyası baş verir Talış dağlarında. Bol rütubətli soyuq iqlim yaranır Zaqatala Lahıcda. Sarı torpaqlar Talış dağlarına aiddir. Çaylarda daşlı palçıqlı sel olur. Bu da Zaqatala Lahıca aiddir. İndi isə situasiyaya baxaq. Alpinistlər plan üzrə mütləq hündürlüyü 466 metr olan məntəqədən hərəkətə başlayıb Böyük Qafqaz dağlarını tədqiq edib ən yüksək zirvəsini fəth etməli idilər. Onlar dağların zirvə və dərələrində havanın temperaturunu ölçən zaman bəzən hündürlüyə doğru temperaturun artdığını müşahidə etdilər. Daimi və buzlaqla örtülü olan zirvəni fəth edən səyyahlar temperatur ölçən zaman -6 dərəcə olduğunu gördülər. Alpinistlərin hərəkətə başladıqları məntəqədə havanın temperaturu 18 dərəcə olarsa, onların fəth etdiyi zirvənin hündürlüyünü hesablayın və zirvənin adını yazın. Bunun üçün əvvəlcə temperatur fərqini tapırıq. 18-dən altını çıxırıq. Bu deyilir 24 dərəcə. 1000 metrə 6 dərəcə. Deməli 24 dərəcə temperaturun dəyişməsi üçün olan hündürlük lazımdır. Bunu da x-lə işarə eləsə, x bərabərdir 4000 metr edir. Deməli, alpinistlər də 400, burada qeyd edilmişdir ki, alpinistlər 466 metr hündürlükdən başlayıblar. Deməli, onlar 466 metr hündürlükdən 4000 metr qalxalar, 4466 metr, yəni Bazardözü zirvəsinə çıxmışlar. Zirvənin ətrafında yarana bilən relyef, buzlaq mənşəli relyef formaları ola bilər. Burada karlar, sirklər, sonra morenlər və digər relyef formaları. Səyahət zamanı, yəni ekstarizasiya relyef formaları demək olar. Səyahət zamanı müşahidə edilən inversiyanı müəyyən edin. Bu dağlıq ərazilər üçün xarakterik olan orografik inversiya baş vermişdir. Yəni dağlıq ərazilərdə isti havanın təmiz hava şəraiti, isti havanın yuxarı qalxması, soyuq havanın isə aşağı yığılması nəticəsində baş verən inversiyadır.
Sualın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür.